Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. İnna lillahi ve inna ileyhi raciun. Biz Allah tarafından gelmişik ve Allah'a taraf döneceğiz inşallah. Bugün 9 iyul 2026 il. Büyük İslam alimi, müctehid, İran xalqının sevimli rəhbəri, dünya məzlumlarının ağası və qəlbimizdə xüsusi yeri olan şərəfli şəxsiyyət Seyyid Əli Xamneyi Həzrətləri dəfn ediləcəkdir. O şərəfli mübariz, alim, yaşadığı ömrünü daima İslam yolunda elmə və cəddinin həyatı kimi zalimlarla mübarizəyə həsr etmişdir. Ömrünün sonunda Siyonist və Epstein zalimlarının təcavüzü nəticəsində öz mənzilində ailəsi ilə birlikdə şəhid edilmişdir. Onun bu şəhadəti İslam xalqları, məzlum xalqlar və o cümlədən azadlıq sevən insanların qəlbini kədərə bürümüşdür. Lakin çox təəssüflər olsun ki, bəzi üzdən İraq cahil İslam düşmənləri söyüş və təhqirlə öz əxlaqlarına uyğun mətbuatda çıxış və yazılarla görünmüşdülər. Həzrət Peyğəmbər əleyhissalam buyurur, müsəlmanı söymək fisq və qətlə yetirmək küfürdür və bütün pisliklərin başlanğıcıdır. Necə ki, Qur'an-ı Kərim də həmçinin buyurur, وَلَا تَسُبُّوا الَّذ۪ينَ يَدْعُونَ مِنْ دُونِ اللّٰهِ فَيَسُبُّوا اللّٰهَ عَدْوًا بِغَيْرِ عِلْمٍ. Allah'tan başkalarına tapınanları söyməyin. Yoksa onlar da Allah'a karşı hürmet ve ehtiram bilmədikləri üzündən Allah'ı düşməncəsinə söyərlər. Yəni İslam dinində müsəlmana söymək, hətta müşrik olan şəxsi də söyüb təhqir eləmək haramdır. Allah buna icazə vermir. Necə ola bilsin ki, 85 milyonluq müsəlman xalqının rəhbərini söyəsən və təhqir eləsən nə zaman? Dünyasını məzlumcasına dəyişdiyi günündə. Dünyada siz elə bir şəxs tanıyırsınızmı ki, öz xalqı milyonlarla, bugün görülür 20-30 milyon insan onun dəfnində, cənazə namazında iştirak edir. Bu qədər bir kütlənin rəhbərini söymək nə deməkdir? Bəli, bu yol Bəni Üməyyənin yoludur ki, bizdə təəssüflər olsun ki, bu şey baş verir. Hər bir kəs əkdiyini biçəcək. Necə ki, Qur'an-ı Kərim buyurur, فَمَنْ يَعْمَلْ مِثْقَالَ ذَرَّةٍ خَيْرًا يَرَى وَمَنْ يَعْمَلْ مِثْقَالَ ذَرَّةٍ شَرًّا يَرَى və tezliklə də hər bir insan etdiyi yaxşılıqları zərrə qədər də olsa belə görəcək və etdiyi pislikləri də zərrə qədər olsa belə görəcəkdir. Bu bizim həyatımızdır. Əgər bugünkü gündə biz müsəlman olmayan hətta dünya xalqlarının rəhbərləri ki, məzlumdur və zalimla öz həyatlarını başa vurublar, onu da qiymətləndirmək bizim bir müsəlmani borcumuzdur. Çünki bunu biz Allahın sünnətində də görmüşük ki, Allah millətindən asılı olmayaraq, yaşadığı dövrdən asılı olmayaraq, zalıma qarşı mübariz olan insanları tərif edib və mübarizə aparan insanları həmişə dəstəklədiyini Qur'an-ı Kərimdə bizlərə bəyan edibdir. Amma bu günlərin biz lazımı qədər bu cürə şəxsləri qiymətləndirə bilmirik. Bunlar hamısı bizim cahilliyimizdən, nadanlığımızdandır. Allah ağamıza rəhmət eləsin, ruhunu əhl-i beytdən ayrı salmasın, onlara qonaq qərar versin. Bütün dünyada olan şəhidlərə, bizim də şəhidlərimizdən bahəm, Allah onları şəhidlər ağası Həzrət Hüseyin əleyhissalama qonaq qərar versin
Və biz də bununla əlavə olaraq İran xalqına, dünyanın məzlum xalqlarına başsağlığı deyirik və Allahdan arzu edirik ki, gün o gün gəlsin ki, Həzrət Peyğəmbər əleyhissalamın buyurduğu kimi mənim nəslimdən bir şəxs dünyada zuhur edəcəkdir ki, dünyada bütün fəsadın kökün, zülmün kökün kəsəcək və dünyada ədaləti bərqərar edəcək. Biz indidən həmin dövr üçün nəsə etdiyimizi düşünməliyik və Allahın da bizdən soruşacağı bir sual var. Sən zalimin yanında durdun ya məzlumun? Sən haqqın yanında oldun ya batilin? Baxın, bu günlərim Məşhədə də bomba atıb, xanım Məsumənin də yaşadığı şəhərə bomba atırlar. O Hüseynlə birlikdəyəm, ya Hüseyn deyirlər. O şəxslər ki, Hüseyni təbliğ edirlər. Onlardan bir səs çıxdı mı? Hüseynin balası Məşhədə gedib ziyarət edirlər. Xanım Məsuməni gedib ziyarət edirlər. Amma ora düşmən bir od atdı. Onların etdiyi təbliğatlar həqiqidirsə, qəlblərindən gəlirsə, niyə səsləri çıxmadı? Niyə qınamadılar ən azından? Budurmu onların İslamı? Budur onların imanı? Allah bizi haqq olan yola hidayət eləsin. Dünya ahirətdə bizi həqiqi Hüseynçi və Hüseynlə bahəm məhşur eləsin. Bir məsələni də qeyd edeyim əziz möminlərdən ki, dünyasını dəyişən bir şəxs olanda həmin gün ona vəhşət namazı qılınar. Dəfn olunan günü ona 2 rükət namaz qılmaq lazımdır. Vəhşət namazının üsulu bu cürədir ki, həmddən sonra Qur'an-ı Kərimdə Bəqərə surəsinin 255-ci və 257-ci ayəsini oxumaq və 2-ci rükətdə də həmddən sonra 10 dəfə Qədr surəsini oxumaq. Salamdan sonra bir salavat çəkib və bu cürə demək. Və bə'əth səvabəhə ilə qəbri xamneyağa. Yəni, ilahi, mən bu vəhşət namazının savabını Xamneyi ağanın ruhuna, qəbrinə hədiyyə eləyirəm. Bunu Azərbaycan dilində də demək olar. Allah qəbul etsin, Allah Peyğəmbər, Ali Peyğəmbər xatirinə bizləri ahirətdə onun şəfaət olunan dəstəsindən qərar versin inşallah. Esselamu aleykum və rəhmətullahi və bərəkatuh.